Tam cəbri ifadələr bölməsindən demək davam edirik. Başlayıram elə birinci sualdan. Birinci sualda şərtdə deyir S çıxdı bərabər 8 olarsa mötərizədə 12 üstə gəlinsin S çıxılsın D ifadəsinin qiymətini bir dəqiqə ifadəsinin qiymətini tapın deyir. Burada mötərizəni açsaq da olar, çünki qabağında heç nə yoxdur. Yazıram ki 12 üstə gəlinsin S çıxılsın D. O da bərabər S çıx D'nin qiymətini 8 verib. Aparıb S çıx D'nin yerinə 8 yazsaq olur 12 üstə gəlinsin 8. O da bərabərdir 20'ye. Deməli birinci sualın cavabı olur 20. Ondan sonra keçirəm ikinci suala. X çıxılsın 4, vurulsun x üstə gəlinsin 8, çıxılsın x üstə gəlinsin 2'nin kvadratı ifadəsini sadələşdirin. Çox hədliyə vurulmasıdır. Qoşma deyirlər, bir vurub açmalıyıq. X-a vururam olur x kvadrat, x-i müsbət 8'ə vururam müsbət 8x, mənfi 4x-a vururam mənfi 4x, mənfi 4'ü 8'ə vururam mənfi 32. Digər mötərizəni kvadrata yüksəldib açanda qabağında mənfi var deyə mötərizədə yazaq. Deməli birincinin kvadratı x kvadratı üstə gəlinsin. Birinci ilə ikincinin hasilinin 2 misli, x-i 2'yə vururam 2x 2 misli olur deməli bir dəqiqə olur deməli 4x və üstə gəlinsin ikincinin kvadratı, 2'nin kvadratı da 4. Ondan sonra yazdıram x kvadratı üstə gəl 8x çıxılsın 4x çıxılsın 32. Mötərizəni mənfiyə vurub açırıq. Mənfini vururam x kvadratına mənfi x kvadrat, mənfini 4x-a vururam mənfi 4x, mənfini müsbət 4'ə vururam olur mənfi 4. Müsbət x kvadrat mənfi x kvadrat islah gedir. 8x çıx 4x olur 4x, 4x çıx 4x deməli bunlar da sıfıra gedir. Mənfi 32 mənfi 4 o da bizə mənfi 36'nı verir. Ondan sonra keçirəm üçüncü suala. Üçüncü sualda deməli üçüncü sualda 2'də 1 a kvadratı çıx 3b kubunun kənardan kvadratı ifadəsini çoxhədlinin standart şəklində göstərin deyir. Müxtəsər vurma düsturu kimi açırıq. Yazıram ki birincinin mötərizədə birincinin kvadratı çıxılsın birinci ilə ikincinin deməli hasilinin 2 misli vururam 2'yə 2 misli. Bir də üstə gəlinsin ikincinin kvadratı. O da bərabər. 2'də 1 a kvadratını kvadrata yüksəlsək, kvadrata yüksəltməməli həm 2'də 1'ə aiddir, həm də a kvadratına. Yəni 2'də 1'in kvadratı olur 4'də 1, a kvadratının kvadratı olur a üstü 4. 2'ni 2'yə vurursunuz. Çıx. Burada vurma var. 2'lər ixtisar getdi. Biri vururam 3'ə 3. A kvadratı bir də b kvadratı qalır. Üstə gəlinsin. B kubuymuş. Hə. Bizdə dəqiqə b kubudur burada. Deməli b kubu. Burada da düzəldim. Bir dəqiqə olur. Deməli b'nin kubu. Hə. Üstə gəlinsin 3b kubunun kvadratı. 3'ün kvadratı 9. B kubunun kvadratı b üstü 3'ü 2'yə vururam b üstü 6 və salam. Biz verilən ifadəni çoxhədlinin standart şəklində göstərdik. Sonra keçirəm dördüncü sual. Dördüncü sualda x üstü 3'də 4, onun da üstündə 5'də 3 və vurulsun x üstü mənfi 5'də 3 ifadəsini sadələşdirin deyir. Bilirsiniz ki, içəridəki qüvvət çöldəki qüvvətə vurulur. Qüvvətlər bir-birinə vurulur. Vurma var deyə 3'lər ixtisar gedir. Qalır x üstü 5'də 4. Vurulsun x üstü mənfi 5'də 3. O da əsaslar eynidir. Vuranda əsas qalır. Vuranda əsas qalır və üstlər toplanır. Vuranda əsas qalır, üstlər toplanır. O da biri müsbət, biri mənfidir. Böyükdən kiçiyə çıxırıq. 5'də 4 çıx 5'də 3 olur. X üstü 5'də 1. Cavabı belə də yaza bilərsiniz. Və yaxud da 5-ci dərəcə kökün altında x də yaza bilərsiniz. Bilirsiniz ki, məxrəcdə yazılan ədəd kökün dərəcəsinə yazılır. Cavab x üstü 5'də 1 və ya 5-ci dərəcəli kökün altında x olur. Sonra keçirik 5-ci suala. 5-ci sualda
2 vurulsun 7 üstü 26 çıxılsın 5 vurulsun 7 üstü 25 bölünsün. Birbaşa yazacağım. 49'u yazaq 7'nin kvadratı üstü 12. 49'u yazdım 7'nin kvadratı. Burada qüvvət qüvvətə vurulur. 7 üstü 12'ni 2'ye vururam 24. Yukarıda ise 7 üstü 25'i ortaq çıxardırıq. Çünki 7'dən 25 dənə burada da var. 7'dən 25 dənə 26 dənənin içində də var. Yəni 7 üstü 25'i ortaq çıxardıram. Qalır 2 vurulsun 7 üstü 1. 26 dənə idi. 25 dənəsini çıxartdıq, bir dənəsi qaldı. Çıx. Burada da 7 üstü 25'i çıxartdıq, 5 qaldı. Aha. O da bərabər. İndi vurma var deyə ixtisar apara bilərik. 7-dən 24 dənənin hamısı ixtisar gedir. 25 dənədən 24'ü ixtisar getsə, bir dənə 7 qaldı. Ona görə kəsr xəttinə də ehtiyac yoxdur. Yazıram bir dənə 7 vurulsun. Mötərizədə 2'ni 7'yə vur 14. 14 çıx 5 9. 9 vurulsun 7. Cavab olur 63. Yekun cavab 63 tapırıq. Ondan sonra keçirəm 6-cı suala. 6-cı sualda 16 üstü 4 plus 2 üstü 17 bölünsün 4 üstü 8 ifadəsinin qiymətini tapın deyir. Deməli biz burada hamısının əsasını 2'ye gətirək. 4'ü yazaq 2'nin kvadratı üstü 8. 4'ü yazıram 2'nin kvadratı üstünə də 8. 16'nı yazıram 2 üstü 4 və üstünə də bir dənə də 4. Üstündə olan 4'ü də yazırıq. Sonra üstə gəlinsin 2 üstü 17. O da bərabər. Məxrəcdə yenə qüvvət qüvvətə vurulur. İçəridəki qüvvəti çöldəki qüvvətə vururuq. 8'i 2'yə vururam 16. Burada da sürətdə də qüvvət qüvvətə vurulur. 4'ü 4'ə vururam 2 üstü 16 plus 2 üstü 17. Ayrı-ayrı kəsirlərdə də yazmaq olar. Və yaxud da ki biz burada sürətdən 2 üstü 16'nı ortaq çıxaraq. 2 üstü 16'nı çıxardıram. Yerində heç nə qalmır. 1 yazıram. Burada isə 2'dən 17 dənə idi. 16 dənəsini çıxartdıq. Qaldı 2'dən 1 dənəsi. 2 üstü 16'lar ixtisar gedir. 2 üstü 1 2'dir. 2 üstə gəl 1. Cavab da olur 3. Yekun cavab 3 tapırıq. Keçirik 7-ci suala. 7-ci sualda birbaşa yazıram. Orada 27 var. 27'ni yazaq 3'ün kubu. Üstündə 1,2 vurulsun. 27'nin 3'ün kubu yazdım. Orada 4 var. 4'ü yazıram 2'nin kvadratı. Üstü 0,6. Bölünsün 3 üstü 0,6. Vurulsun 2 üstü 0,2. Davam edirəm. Məxrəc olduğu kimi qalır. Çünki 3'ü və yaxud da ki 2'nin nəyisə kvadratı yazmaq olmur. 27'nin 3'ün kubu yazmışdıq. Burada qüvvət qüvvətə vurulur. İçəridəki qüvvət çöldəki qüvvətə vurulur. 1,2'ni 3'ə vururam olur 3,6. Vurulsun 2 üstü yenə qüvvətlər bir-birinə vurulur. 0,6'nı 2'yə vururam olur 1,2. O da deməli bərabərdir. İndi bunlara baxsaz əsaslar eynidir. Böləndə əsas qalır. Böləndə üstlər çıxılır. Böləndə qüvvətlər çıxılır. 3,6'dan 0,6 çıxıram qalır 3 tam. 3 üstü 3 vurulsun. Eyni ilə ikilərdə də əsaslar eynidir. Böləndə əsas qalır. Böləndə qüvvətlər çıxılır. 1,2'dən 0,2'ni çıxıram qalır 1. O da 3'ün kubu 27. 2 üstü 1 2. 27 vur 2. Cavab tapırıq 54. Yeşil cavab 54. 8-ci sualda. Yazıram ki 20 üstü n bölünsün. 2 üstü 2n plus 1 vurulsun 5 üstü n çıx 1 ifadəsini ixtisar eləyin deyir. İxtisar eləməyimiz üçün məxrəzdəkiləri parçalamaq olar. Məxrəzdəkiləri parçalaya da bilərik, amma daha rahat olsun deyə məxrəzdəkilərə dəyməyin. Məxrəci olduğu kimi saxlayın. 20'ni parçalayaq. 20'ni parçalayaq. 20'ni sadə vuruqlara ayırsam, 20'ni 2'yə bölsəm 10, 10'u 2'yə bölsəm 5, 5'i də 5'ə bölsəm 1. Yəni 20'ni biz yaza bilərik 2'dən 2 dənədir. 2 üstü 2, 5 üstü 1.
20-ni yazaq 2-nin kvadratı vur 5. 2-nin kvadratı 4-dür. 4-ü 5-ə vuranda dost 20 eləyir. Üstü n. Davam edirəm. Məxrəc yenə olduğu kimi qalır. Məxrəci olduğu kimi saxlayın. Burada qüvvətə yüksəltməməli hər ikisinə aiddir. Yəni həm 2-nin kvadratını n-ci qüvvətə yüksəldirik, həm 5-i n-ci qüvvətə yüksəldirik. O da 2 üstü qüvvətə yüksəldəndə qüvvət qüvvətə vurulur. 2-ni n-ə vururam, olur 2 üstü 2n. Vurulsun. 5-i də n-ci qüvvətə yüksəldirəm, olur 5 üstü n. Davam edirəm. İkilərə baxsaq, əsaslar eynidir. Böləndə əsas qalır, böləndə qüvvətlər çıxılır. 2n-dən çıxırıq 2n plus 1-i. Çıxanda da mənfiyə vuruq. 2n çıx 2n, bir də çıxılsın 1. Vurulsun 5-lərdə də. Əsaslar eynidir, böləndə əsas qalır. Böləndə qüvvətlər çıxılır. N-dən çıxıram n-i, çıxıram deyə mənfi də mənfiyə dər üstəgəl 1 olur. O da bərabər 2n-lər islah gedir. Qalır 2 üstü mənfi 1. 2 üstü mənfi 1 də 2-də 1 deməkdir. Burada da n-lər islah gedir. Qalır 5 üstü 1. 5 üstü 1 də 5 deməkdir. 5-i sürətə vururam. Olur 5 bölü 2. 5 bölü 2 o da cavab olur 2 tam onda 5. 9-cu suala keçirəm. 9-cu sualda deməli A-nın qiyməti 0,5 verib. O da olsun 2-də 1. Bizdən soruşur A üstü mənfi 3. Vurulsun A üstü mənfi 8. Bölünsün A üstü mənfi 9. Hələ ki gətirib A-nı yerinə qoymaq əlverişli hal deyil. Məxrəc qalır. Yuxarıda əsaslar eynidir. Əsaslar eynidirsə vuranda əsas qalır. Vuranda üstlər toplanır. Vuranda üstlər toplanır. Mənfi 8 ilə mənfi 3-ü toplayıram, olur mənfi 11. Mənfi 8 ilə mənfi 3-ü toplayıram, mənfi 11 yazıram. İndi isə əsaslar eynidir. Böləndə qüvvətlər çıxılır. Böləndə qüvvətlər çıxılır. Yəni mənfi 11-dən çıxıram, mənfi 9-u. Böləndə qüvvətlər çıxılır. Yuxarıdakının qüvvətindən aşağıdakının qüvvətini çıxırıq. O da A üstü mənfi 11 qalır. Mənfi mənfiyə dəyər olur müsbət 9. A üstü mənfi 11 üstə gəl 9, mənfi 2. İndi A-nı gətirək yerinə qoyaq. A 2-də 1-dir. 2-də 1 üstü mənfi 2. O da kəsrin üstü mənfi olanda tərsinə çeviririk. Tərsinə çeviririk. Mənfi itir olur müsbət 2. 2 böl 1 2. 2-nin də kvadratı olur 4. Deməli cavab olur 4. Sonra keçirəm 10-cu suala. 10-cu sualda mənfi 3 üstü 4 vurulsun 12-nin kvadratı bölünsün 6-nın kvadratının kvadratı bərabər. Burada qüvvət qüvvətə vurulur. İçəridəki qüvvət çöldəki qüvvətə vurulur. Yəni 2-ni 2-yə vururam olur 4. 6 üstü 4. Sürətdə baxırıq ki üstü cütdür. Üstü cütdürsə mənfi gedir. Mənfini atıram. Yazıram 3 üstü 4. 3 üstü 4. İndi 12-ni nə yazaq? 12-ni də yazaq ki 12 deməli sadə vuruqları ayırıb yazsaq daha yaxşı olar. 12-ni 2-yə bölürəm 6. 6-nı 2-yə bölürəm 3. 3-ü də 3-ə bölürəm 1. Deməli 12 nə deməkdir? 2-dən 2 dənədir. 2 üstü 2 vurulsun 3. 2 üstü 2 vurulsun 3. Yazıram 2-nin kvadratı vur 3. Üstünə də 2-ni yazıram. Bu 2-ni. Bu 2-ni gətirdik. Deməli yazdıq. 2-nin kvadratı 4-dür. 4-ü 3-ə vuranda 12 eləyir. O da bərabər. İndi yazıram 3 üstü 4 vurulsun. Hər ikisini kvadratə yüksəldirəm. Olur 2 üstü. 2-ni 2-yə vururam. 2 üstü 4. 3-ü də kvadratə yüksəldirəm. Yazıram 3-ün kvadratı. İndi 6-nı parçalayaq. 6-nı yazaq ki, buradan göstərim birbaşa yazaq. 6-nı yazaram 2 vur 3 üstü 4. 6-nı 2 vur 3 yazaram. Və 4-ə yüksəltməməli hər ikisinə aiddir. Yəni həm 2-ni 4-ə yüksəldirəm, olur 2 üstü 4. Həm 3-ü 4-ə yüksəldirəm, olur 3 üstü 4. 3 üstü 4-lər getdi, 2 üstü 4-lər getdi. Qalır 3-ün kvadratı. O da bizə 9-u verir. 11-ci suala keçirəm. 11-ci sualda buraxılış imtahanına ətraflıya düşən sualdır. Birinci çox ədlini yazdıram. M1 vurulsun. X üstü 4 plus 3x kvadratı
üstü 8. Və şərtdə deyir ki, bu çoxhədlinin deməli deyir ki, dərəcəsi bu çoxhədlinin dərəcəsi 39-dur. Bu çoxhədlinin dərəcəsi 39-dur. Dərəcəsi deməli 39-dur. Bu çoxhədlinin dərəcəsi 39-dur. Biz burada belə eləyək. Toplama varsa və yaxud da çıxma varsa çoxhədlidir. Yazıram M1 vurulsun. Hə, toplama və ya çıxma varsa çoxhədlidir. Çoxhədli dərəcə üstü böyük olan götürülür. Onda 2-ni götürmürük. Çoxhədlidə dərəcə ən böyük olan götürülür. X üstü 4 götürülür. Qüvvət də qüvvətə vurulur. 4-ü 8-ə vururam, olur 32. Və bu ifadənin dərəcəsi 39 olmalıdır. Dərəcəsi 39 olmalıdır. Toplamada böyük olan götürülür. Belə yadda saxlayın. Toplama çıxmada böyük olan götürülür. Vurmada amma böyük olan götürülmür. Vurmada üstlər toplanır, dərəcə tapılır. Onda M1-in dərəcəsi 7 olmalıdır ki, vurmada dərəcə tapanda üstlər toplanır. Axı 32 üstə 7 gələk 39 əldə eləyək. Yəni M1 dərəcəsi deməli 7 olmalıdır. Çünki vurmada dərəcə tapanda üstlər toplanır. 32 üstə gələk 7 gələk ki, bizə 39-u versin. Onda belə çıxır ki, biz tapdıq ki, M1-in dərəcəsi 7-dir. M1 özü çoxhədlidir, dərəcəsi 7-dir. M1-i tapdıq. Sonra keçirəm o birisinə. Bir dəqiqə o birisinə keçsək. Yazıram ki, deməli M2. Bir dəqiqə rəngi dəyişim. Hə, yazıram ki, M2 vurulsun x üstü 6 plus 7x üstü 5 plus 3 üstü 7. Burada da dərəcə 46-dır deyir. Yenə yazıram M2 vurulsun. Hansı ki vurmadım. Yenə toplama var. Toplama çıxma varsa çoxhədlidir. Çoxhəddə dərəcə üstü böyük olan götürülür. 5 götürülmür. Toplama çıxma varsa çoxhədlidir. Çoxhədlidə dərəcə üstü ən böyük olan götürülür. Yəni 6-nı götürürük. Bu qüvvət də qüvvətə vurulur. Olur x üstü 6-nı 7-yə vururam. X üstü 42. Və bu ikisinin hasilinin dərəcəsi 46 olmalıdır. Toplamada dərəcə böyük olan götürülür. Çıxmada dərəcə böyük olan götürülür. Vurmada amma dərəcə tapanda üstlər toplanır götürülür. Onda M2-nin dərəcəsi 4 olmalıdır ki, 42 ilə 4-ü toplayaq 46-nı əldə eləyək. Yəni M2-nin özünün tapdıq ki, M2-nin dərəcəsi 4-dür. Qıraqdan yazıram ki, M2 dərəcəsi 4-dür. 4-dür ki, 42 üstə 4 gələndə 46-nı versin. Çünki vurmada dərəcə tapanda üstlər toplanır. İndi bizdən nə soruşur? Bizə deyir ki, bir dəqiqə, bizə deyir ki, M1 üstü 5 vurulsun M2 üstü 11 çoxhədlisinin dərəcəsini tapın. Biz burada M1-in üstə 5 yazsalarda biz özümüz tapdıq axı. M1-in tapmışıq ki, özünün dərəcəsi 7-dir. Və üstünə şərtdə verilən 5-i də ayrıca yazırıq. M1 çoxhədlisinin dərəcəsi 7-dir. Biz tapmışıq. 5-i də şərtdə veriblər. Vurulsun M2-yə keçsək. M2-nin dərəcəsini biz özümüz 4 tapmışıq. Ona görə 4-ü yazmalıyıq. Dərəcəsini 4 tapmışıq. Üstünə də şərtdə verilən 11-i yazırıq. O da bərabər. M1 üstü qüvvət qüvvətə vurulur. İçərdəki qüvvət çöldəki qüvvətə vurulur. 7-ni 5-ə vururam 35. Burada da M2 üstü yenə qüvvət qüvvətə vurulur. 11-i 4-ə vururam 44. Uşaqlar bura qədər gəlirlər, dərəcə 44 götürürlər, böyük olanı götürürlər. Amma vurma varsa bir hədlidir. Vurma varsa bir hədlidir. Bir hədlidə dərəcə tapanda, üstlər toplanır, dərəcə götürülür. Ümumiyyətlə, bir hədlinin dərəcəsi dəyişənlərin qüvvətləri cəminə bərabərdir. Yəni, dəyişənlərin qüvvətləri cəmini tapanda bir hədlinin dərəcəsini tapmış oluruq. O da dərəcə olur 44, yox 73. Əgər M1 üstü 35, üstə gəl M2 üstü 44 olsaydı, toplama olsaydı çoxhədlidir. Toplama olsaydı çoxhədlidir, onda dərəcə böyük olan götürülür, dərəcə 44 götürülür. Toplama olsa çoxhədlidir. Çoxhədlidə dərəcə böyük olan götürülür. Və yaxud da ki, çıxma olsaydı,
yenə çoxhədlidir. Toplama olanda çoxhədlidir, çıxma olanda çoxhədlidir. Çoxhəddə dərəcə böyük olan götürülür. Toplama varsa çoxhədlidir, dərəcə böyük olan götürülür. Çıxma varsa çoxhədlidir, dərəcə böyük olan götürülür. Amma vurma varsa birhədlidir. Dərəcə tapanda dəyişənlərin üstünü toplayırıq və dərəcəni təyin edirik. Hə, uşaqlar, vuruqları ayrılma bölməsindən deməli davam edirik. Birinci sualdan başlayıram. 5 çıxılsın 6y kubu vurulsun. İkinci mötərizədə toplananların yerini dəyişirəm ki, müxtəsər vurma düsturu alınsın, qoşmalar alınsın. O da qoşmadlarsa birincini sadəcə birinciyə vururuq, ikincini sadəcə ikinciyə vururuq. 5'i vururam 5'e olur 25 çıxılsın. 6y kubunu da 6y kubuna vururam, olur 36 y üstü. Y kubunu da y kubuna vuranda üstlər toplanır. Y üstü 6. Və salam, vurub açıb sadələşdirdik. Ondan sonra keçirəm ikinci suala. Yazdıram 25 çıxılsın 5'a. Deyir, bu ifadəni vuruqlara ayırın. 5'i ortaq çıxardıram. Qalır 5 çıxılsın A. 5'i vursaz 5'e 25 eləyir. 5'i mənfaya vursaz mənfi 5'a eləyir. Yəni vurub açanda eyni şey alınır. Deməli biz bunu da vuruqlara ayırdıq. Sonra üçüncü suala keçirəm. X kvadratı vurulsun. Açıq B. Çıxılsın Y kvadratı vurulsun. Açıq B. Çoxhədlisini vuruqlara ayırın deyir. Buradan açıq B ortaqdır deyə açıq B'ni ortaq vuruq çıxardıram. Yerdə qalır X kvadratı çıxılsın Y kvadratı. Davam elətdirsək açıq B vurulsun. Bu da kvadratlar fərqi düsturudur. Kvadratları atıb bir dəfə çıxını yazdıram. Bir dəfə də toplanmasını yazdıram. Deməli biz verilən çoxhədlini vuruqlara ayırdıq. Ondan sonra keçirəm deməli dördüncü suala. Dördüncü sualda deyir ki 32 çıxılsın 2y kvadratı çoxhədlisini vuruqlara ayırın. Buradan biz hər ikisindən 2'ni ortaq çıxarsaq qalır 16 çıx. 2'ni çıxardım qaldı deməli 2'ni çıxartdıq qalır y kvadratı. Vurub açsaz eyni şeydir. 2'ni vursaq 16'ya 32 edir. 2'ni mənfi y kvadratına vursaq mənfi 2y kvadratı. Davam edirəm. 2 vurulsun. 16'nı yazdıram 4'ün kvadratı. Çıx y kvadratı. Bərabərdir. 2 vurulsun. İndi isə bunu biz kvadratlar fərqi düsturu ilə vuruqlara ayırırıq. Kvadratları atıb bir dəfə deməli çıxını yazdıram. Bir dəfə də üstəgəlini yazdıram. Biz deməli verilən çoxhədlini hasil şəklində göstərdik. Yəni vuruqlara ayırdıq. Ondan sonra 5-ci sual. 5-ci sualda deyir ki 42'nin kvadratı çıxılsın 12'nin kvadratı bölünsün. 34,5'in kvadratı çıx 25,5'in kvadratı ifadəsinin qiymətini tapın deyir. Həm sürəti, həm də məxrəci kvadratlar fərqi düsturu ilə açırıq. Deməli kvadratları atıb bir dəfə çıxını yazdıram. Vurulsun bir dəfə də toplanmasına. Aşağıda da kvadratlar fərqi düsturudur. Kvadratları atıb deməli bir dəfə çıxını yazdıram. Aha, bir dəfə də toplanmasını yazdıram. Kvadratları atıb bir dəfə çıxını, bir dəfə də toplanmasını yazdırıq. Çox asan sualdır. Yuxarıda 42 çıx 12 qalır 30. 42 üstə gəl 12 eləyir. Deməli 54. Aşağıda 34,5'dən çıxırıq 25,5'i qalır 9. Vurulsun. Bunların da toplamı bizə 60'ı verir. Vurma var deyə ixtisar apara bilirik. 60 30'a ixtisar gedir. Qalır 2. 54'ü 9'a böl. 6 və 6'nı da 2'ye ixtisar aparın. 6 da 2'ye bölürsünüz. Cavab olur 3. Bax bu şəkildə. 6-cı sualda. 6-cı sualı köçürdəndə birbaşa qruplaşdırıram. 49'un kvadratının yanına mənfi 29'un kvadratını gətirirəm. Ki kvadratlar fərqi düsturu olsun. 49'un kvadratı sonra yazdım mənfi 29'un kvadratı. Plus 46'nın kvadratı çıx 26'nın kvadratı. O da bölünsün 600 ifadəsinin qiymətini tapın deyir. Deməli məxrəc olduğu kimi qalır.
Burada biz bu ikisinə kvadratlar fərqi düsturu tətbiq edirik. Elə bu ikisinə də kvadratlar fərqi düsturunu tətbiq edirik. Kvadratları atıb bir dəfə deməli çıxını yazıram. Vurulsun, bir dəfə də toplanmasını yazıram. Sonra üstə gəlinsin. Yenə kvadratları atıb bir dəfə deməli çıxını yazıram. Bir dəfə də toplanmasını yazıram. O da bərabər. Davam edirəm. Məxrəc qalır. Sürətdə 49 çıx 29 eləyir 20. Vurulsun. 49 üstə gəl 29 eləyir 60. O da 18 eləyir 78. Üstə gəlinsin. 46 çıx 20. 46 çıx 26 20. Bir də 46 üstə gəl 26. O da 72. Aha, vurma olsa da burada ixtisar aparmaq olmaz. Çünki toplama var. Ona görə biz sürətdən 20'ni ortaq vuruq çıxardırıq. 20'ni ortaq vuruq çıxarsaq qalır 78 plus 72. 20'ni ortaq çıxardıq. O da davam edirəm. 20 vurulsun. 78'in üstə 72 gəlirəm. Eləyir 150. Bu sıfırla bu sıfır ixtisar gedir və bu sıfırla da bu sıfır. 2'ni 15'ə vurun 30 eləsin. Sürətdə 15'i 2'yə vur 30. 30'u da 6'ya bölün. Cavab olur 5. Yekun cavab 5 tapırıq. Keçirəm 7-ci suala. 7-ci sualda a kvadratı çıxılsın. M çıx 3 vurulsun a. Çıx 8 çoxhədlisinin vuruqlarından birini verib. A üstə gəl 4. Və M-in hansı qiymətində deyir. Yəni M-i soruşur. Qayda budur ki, çoxhədlinin vuruqlarından birini veribsə, həmin vuruğu sıfıra bərabər eləyib çoxhədlinin kökünü tapırıq. Çoxhədlinin kökünü tapandan sonra vuruqlardan birini verib sıfıra bərabər elədik, çoxhədlinin kökünü tapdıq. Çoxhədlinin kökünü tapandan sonra gətirib yerinə qoyuruq və kökü onu sıfıra çevirməlidir. Yəni kökünü yerinə qoyub oradan biz axtarılan M-i tapacağıq. O da -4'ün kvadratı 16. -4 qoysanız, -4 vurulur qarşıdakı mənfiyə. Olur müsbət 4 vurulsun M çıx 3. Aya -4 qoydum, -4'ün kvadratı 16 elədi. Aya -4 qoydum, -4 qarşıdakı mənfiyə vuruldu, müsbət 4 oldu. Çıx 8 bərabər 0. -4 çoxhədlinin köküdür. Çoxhədlinin kökü də onu sıfıra çevirməlidir. Yazıram ki 16 üstə gəlinsin 4M çıx 12. Çıx 8 bərabər 0. Buradan 4M qalsın. 16 çıx 12 4. 16 çıx 12 4. 4 çıx 8 -4. -4 də sağa keçir müsbət 4. Və 4'lər ixtisar gedir. M tapırıq 1. M-in qiyməti 1'dir. Keçirəm deməli 8-ci suala. 8-ci sualda 2a üstə gəlinsin 3b kvadrat vurulsun b üstü n çıx a üstü m ifadəsinin sadələşdirilməsindən alınan çoxhədlinin dərəcəsi 8'dir deyir. İfadənin sadələşdirilməsindən alınan çoxhədlinin dərəcəsi 8'dir. Bizdən də M üstə gəl N cəminin ən böyük qiymətini istəyir. Sadələşdirmək üçün vurub açmaq lazımdır. Ondan sonra biz dərəcəni təyin edəcəyik. Deməli 2A-nı B üstü N-ə vururam. Olur 2A B üstü N. Çıx 2A-nı A üstü M-ə vururam. Burada A-nın üstündə 1 var. 2A-nı da A üstü M-ə vuranda üstlər toplanır. Olur 2A A üstü M plus 1. Vuranda üstlər toplandı. M-lə 1'i topladım. Sonra üstə gəlinsin. 3B kvadratını B üstü N-ə vururam. Yenə vuranda burada vurma var. Üstlər toplanır. 3 B üstü vuranda qüvvətlər toplanır. N üstə gəl 2. Sonra 3B kvadratını mənfi A üstü M-ə vururam. Mənfi 3 A üstü M B üstü 2. İndi burada A'nın üstündə 1 var. Bunu da bərpa eləyək. Deməli, toplama var, çıxma var. Biz demişik ki, toplama varsa, çıxma varsa və yaxud da ikisindən biri varsa, bu çoxhədlidir. Çoxhədlidə dərəcə ən böyük olan götürülür. Yəni, hansı həddin dərəcəsi ən böyükdürsə, o çoxhədlinin
dərəcəsi hesab olunur. Bax, birinciyə biz baxsaq, vurmada dərəcə tapanda üstlər toplanır. Onu demişdik. Vurmada dərəcə tapanda üstlər toplanır. Burada da dərəcə n plus 1'dir. Hə. Burada dərəcə deməli n plus 2'dir. Burada da vurma var. Vurmada dərəcə tapanda üstlər toplanır. Bayaq burada da vurma vardı. Dərəcə tapanda üstləri topladım. Burada dərəcə n plus 1'dir. Burada dərəcə n plus 2'dir. Burada vurma var. Dərəcə tapanda üstlər toplanır. Və vurmada dərəcə tapanda üstlər toplanır. Amma toplama çıxma da dərəcə tapanda böyük olan götürülür. Sözsüz ki, n üstə gəl 2 olan yerdə n üstə gəl 1 böyük ola bilməz. Deməli, toplamada dərəcə böyük olan götürülür. N plus 2 n plus 1'dən böyükdür. Bu, yəni götürülə bilməz. N plus 2 daha böyükdür. Toplamada dərəcə böyük olan götürülür axı. N plus 2 ilə n plus 1'ə baxsaq, n plus 2 daha böyükdür. Yəni, n plus 1 də götürülə bilməz. Plus 1'lər belə deyək də azdır uşaqlar. Plus 2'lər daha çoxdur. Toplamada da dərəcə, çoxhədlidə dərəcə böyük olan götürülür. İndi dərəcə 8'dirsə, həm bunun üstü 8, həm bunun üstü 8 ola bilər. Biz ikisini də 8'ə bərabər eləyək. İkisini də 8'ə bərabər eləyək ki, qoy m ilə n böyük qiymət alsın. Nəticədə onların cəmi də ən böyük olsun. Məsəl üçün bir şey deyim sizə. Biri 7, biri 8 olsa, biri 7, biri 8 olsa yenə dərəcə 8'dir. Biri 6, biri 8 olsa yenə dərəcə 8'dir. Biri 5, biri 8 olsa yenə dərəcə 8'dir. Amma biz hər ikisini 8 eləyək ki, hər ikisi 8 olsun ki, hər ikisi 8 olanda da onsuz da dərəcə 8 şərti ödənir. Hər ikisi 8 olsa da yenə dərəcə 8'dir. Və ikisini də 8'ə bərabər eləyək ki, biz m-ə və n-ə böyük qiymətlər alaq. Böyük qiymətlər alaq ki, cəmləri böyük qiymət alsın. Onda n plus 2'ni 8'ə bərabər eləsək, n 6'dır. 6'dan çox ola bilməz onsuz da. Fərz edin ki, 7 qoyursan, 7 qoyanda dərəcə 9'a qalxır. Amma dərəcə 8'dir. Demək, 6'dan çox qoya bilməzsən. 6 qoyanda dərəcə 8 olur, şərti ödəyir. 7 qoysan 9 olur, o da dərəcə 9 deyil axı. İndi o birinə keçək. O birini də 8'ə bərabər eləyək. O da oldu buradan 6. Yenə m də 6'dan çox ola bilməz. 6 qoyanda 8 olur, dərəcə 8'dir, ödəyir. 7 qoysan dərəcə 9 olur, dərəcə də 9 deyil, 8'dir. Deməli, m ilə n maksimum 6 ola bilər. Ən böyük qiymətləri 6'dır. İkisinə də ən böyük qiymət tapdıq ki, nəticədə onların cəmi də ən böyük qiymət alsın. Bax, belə cavab olur 12. 9-cu suala keçirəm. 9-cu sualda bir dəqiqə gözləyin. 9-cu sualda A çoxhədlisini vuruqlara ayıraq. A çoxhədlisini vuruqlara ayıranda ortadakını parçalayıb da vuruqlara ayırmaq olar. Amma biz hədlərin sayı 3 dənədir və birinci əmsal 1'dir deyə 2 mötərizə metodu ilə vuruqlara ayıraq. Yazaq x. Hansı ki x-i x-a vuranda onsuz da x kvadratını verir. Və biz mötərizələrə elə ədədlər yazmalıyıq ki, toplayanda ortadakı mənfi 2'ni versin, vuranda sərbəst həddi versin, yəni mənfi 8'i. Ona görə də biz mənfi 4 ilə 2'ni seçirik. Çünki mənfi 4'ü 2'yə vuranda mənfi 8, mənfi 4'ü 2'yə vuranda mənfi 8, mənfi 4'ün də üstü 2'ni gələndə təbii ki, mənfi 2'ni verir. Və mənfi 4 ilə müsbət 2 yazaq. Fərqi yoxdur hansına yazırsınız. Onsuz da vurma var. Vurma var deyə hansına yazmağınızın heç bir fərqi yoxdur. Əgər şübhəli qalsa ki, düz yazdım və ya səhv yazdım, vurub açıb yoxlaya bilərsiniz ki, əvvəlkini verir, yoxsa vermir. Vermirsə, ədədləri dəyişməlisiniz və yaxud da işarələrini dəyişməlisiniz. Və salam, biz A çoxhədlisini vuruqlara ayırdıq. Ondan sonra keçirəm B çoxhədlisinə. B çoxhədlisi x-in kubu, üstə gəl 2x-in kvadratı, çıx 9x və çıxılsın 18. B çoxhədlisini vuruqlara ayıranda 4 dənə həddimiz var. 2 qruplaşdırıb vuruqlara ayıra bilərik. İlk ikisindən x kvadratını ortaq çıxarıram, qalır x plus 2. Növbəti ikisindən mənfi 9'u çıxardıram, qalır x plus 2.
Vurub açıb yoxlaya bilərsiniz, əvvəlki alınır. X-in kvadratını x-a vuranda x-in kubu, x-in kvadratını 2-yə vuranda 2x kvadrat, mənfi 9-u x-a vuranda mənfi 9x, mənfi 9-u müsbət 2-yə vuranda mənfi 18. Buradan B çoxhədlisi bərabər x plus 2 vurulsun x kvadratı çıx, 9 qalır, 9 da 3-ün kvadratı yazaq. Yazıram B çoxhədlisi bərabər x üstə gəl 2 vurulsun. Bu da kvadratlar fərqi düsturdur. Kvadratları atıram, yazıram x çıx 3 və vurulsun x plus 3. Deməli biz A və B çoxhədlilərini vuruqlara ayırdıq. Ondan sonra biz Euler-Venn diaqramına baxsaq əgər, A çoxhədlisi, deməli B çoxhədlisi və C çoxhədlisi A-da x çıx 4 yazıblar, x plus A-nı ortaya yazıblar, x çıx 3 yazıblar, x plus B və x çıx 1 yazıblar. Deməli, A çoxhədlisini vuruqlara ayırmışdıq. Buradadır. A çoxhədlisinin vuruqlarından x çıx 4'ü yazıblar. Onda x çıx 4 yalnız A çoxhədlisinə məxsus olan bir vuruqdur. X çıx 4 yazılıb. Ortaya yazılan x plus 2'dir deməli. Ortada olan vuruq, ortaq vuruq x plus 2'dir. Yəni, həll yazmalı olsam, sağ tərəfdən yazıram. Deməli, x plus 2 ortaya yazılıb, bərabərdir x plus a-ya. Buradan hər tərəfdən x-lar getdi, tapdım ki, a 2'dir. Buna da deyək 1. Birinci. Deməli, a 2'dir, tapdıq. Ortaq vuruq onda x plus 2 imiş. A çoxhədlisinə bizim işimiz bitdi. İndi keçirəm B çoxhədlisinə. B çoxhədlisindən x plus 2 təyin elədik ki, A ilə B-nin ortasındadır. X plus 2 yazılıb. x çıx 3 yalnız B-yə aiddir. Hansı ki görürsünüz x çıx 3 yazılıb. Onda B ilə C-nin ortaq vuruğu yerdə qalan x plus 3'dür. Yəni 2 qoyub yazdıram ki x plus 3 ortaq vuruq x plus B-yə bərabərdir. Buradan hər tərəfdən x-lar gedir. Tapıram ki B 3'dür. A 2'dir, B də A 2'dir, B də 3'dür. İndi qaldı C-ni tapmağımız. Bunun üçün biz nə edək? Əgər B 3'dürsə, onda x plus 3 yazıram buradan. Onda C çoxhədlisinin vuruqları biri x plus 3'dür. Birini də özü verib x çıx 1'dir. Və çoxhədlinin vuruqlarını qayıdıb bir-birinə vursaq, çoxhədlinin özünü əldə eləyərik. Yəni C çoxhədlisinin vuruqlarını bir-birinə vurub, C çoxhədlisinin özünə şərtdə verilibdir, oradan yazıram. C çoxhədlisinin özünə bərabər eləyək. C çoxhədlisinin vuruqlarını bir-birinə vururuq, C çoxhədlisinin özünü alınmalıdır, özünə bərabər olmalıdır. Buradan x-i x-a vursam x kvadrat, x-i mənfi 1'ə vursam mənfi x, 3x-a vururam 3x, 3'ü vururam mənfi 1'ə mənfi 3 və x kvadratı plus cx çıx 3'ə bərabər eləyirəm. Yazıram x kvadrat, mənfi x plus 3x eləyir 2x çıx 3, o da x kvadratı plus cx çıx 3. Hər tərəfdən x kvadratları islah gedir, hər tərəfdən mənfi 3'lər islah gedir. Qalır cx bərabərdir 2x-a, ortadakılar qalır, bir-birinə bərabər olmalıdır. Hər tərəfdən x-lar da gedir, c-ni də 2 tapıram. Şərtdə isə bizdən bu 3 ədədin hasilini soruşur. A, B, C hasilini soruşur. O da 2'dir, 3'dür, o 2'dir. 2'ni 3'ə vurun 6, 6'nı da 2'yə vurun, hasilləri olur 12.